Mingəçevir şəhərində həyəcan təbili. Parkın yaşıllığı təhlükədədir. Mingəçevir şəhərində yerləşən 41-45 parkında təbiətə qarşı ciddi bir laqeydlik və vandalizm halı yaşanır. Parkın nəzarətçisi Elçin Həsənzadənin verdiyi məlumata görə ərazidəki ağacları və yaşıl bitkiləri suvarmaq üçün nəzərdə tutulmuş su xətti naməlum şəxs və ya şəxslər tərəfindən kəsilib. Sözügedən narahatlıq doğuran görüntüləri və faktları Media TV və Azmedia ictimaiyyətə təqdim edib. Ümid edirik ki, aidiyyatı qurumlar məsələni nəzarətə götürəcək və su xəttinin bərpası təmin olunacaq. Mingəçevir sakinləri, bu videonu çəkib sizin nəzərinizə çatdırıram ki, bax bu Mingəçevir şəhərində bu gördüyünüz gözəllikdən artıq bir neçə aydan sonra əsər-əlamət qalmayacaq. Səbəb nədir? Səbəb odur ki, Mingəçevir Su Kanal İdarəsi artıq bir neçə gündür başlayıb, 2 gündür daha doğrusu. Mingəçevirdə olan parklara, necə deyim, yaşıllıqlara su xəttlərini kəsməyə baxın. Subutun biri bu. Bax görürsünüz. Bura 1941-45 parkıdır. Bax gördüyünüz insanlar da, yaşlı insanlar da, burada fontanı da görmüşsünüz. İndi ondan da bağlı danışacağıq. Bunlar hamısı bu sulardan qidalanır da. Bu su xəttində bax gördüyünüz kimi kəsiblər. Azərsu kəsib ki, bəs yuxarıdan tapşırıq gəlib ki, işçilər var. Biz o işçilərin qarşısını almaq üçün deməli bütün su xəttlərini kəsəcəyik və yaxud şot qoyacağıq. İndi bax orada insanlar burada, onlarla insan var ki, yaşlı insan var. Burada bir dənə su xətti vardı. Bax indi istidir də, 40 dərəcəyə, 38-39 dərəcə isti var. Bax burada sudan istifadə edirdilər. Baxın, su görürsünüz. Damcı suyu da kəsiblər. Bax gördüyünüz yaşıllıqlar var ha. Bu yaşıllıqlar sulanmayandan sonra hamısı məhv olacaq. Mən də bir ilə yaxındır ki, Mingəçevirdə həmin bu 41-45 parkının nəzarətçiyəm. Bura nəzarət edirəm. Mən artıq bu sos siqnalını çalıram ki, qardaş, vaxt gələcək, bu yaşıllıqlar hamısı məhv olacaq. Su olmayandan sonra yaşıllıqlar hamısı məhv olacaq. Bax bu gördüyünüz fontan var. Bu fontan olmasa yaşlı insanlar orada fontanın qabağında otururlar ki, fontan işləsin və nədir ona da sərinləsinlər. Bu fontan da işləməyəndən sonra baxın. Bu istidə camaatına ağaracaq, bax bilmirəm. Baxın. Bura hər cür insanlar gəlir. Yaxşı insanlar da gəlir, əlil insanlar da gəlir, cavanlar da gəlir. Hamısı sərinləməyə gəlirlər də, düzdür. Bu su olmayandan sonra bu yaşıllıqlar hamısı quruyub gedəcəklər. Mən buradan aidiyyatı orqanlardan xahiş edirəm ki, bu məsələyə əncam çəkilsin. Azərsu indi su pulu yığacaq deyənə, bəs bu yaşıllıqlara, bunlar da canlı daxı. Bax bu gördüyünüz gözəlliklərdən bunlar quruyandan sonra bəs bu Mingəçevir elə bir ərazidə yerləşir ki, onu da sizə bildirim ki, çökəşlikdə yerləşir. Buranı saxlayan yaşıllıqlardır, sudur. Azərbaycanın 70% suyunu Mingəçevir verir. Bax görürsünüz 41-45 var. Bunlar hamısı bir neçə aydan sonra quruyacaq. Bax mən artıq bu sos siqnalını çaldım və bildirdim. Və bildirirəm ki, buranı biz sulamağa neynəyəcəyik, hansı xəttdən istifadə edəcəyik? Bu Su Kanal İdarəsi, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin suyu niyə kəsir? Bax gördüyünüz bu yaşıllıqların axırınadır. Bax suların hamısı kəsilib. Gəl indi sizə göstərəcəm bir dənə də su xəttini. Baxın. Bax, buradan həmişə su gəlirdi, bax. Bax görürsünüz, su xəttlərinin hamısını kəsiblər. Bax görürsünüz, ofşidən hamısının suyunu kəsiblər. Biraz keçsin, buralarda quraqlıq olacaq. Ağaclar, sular da olmayandan sonra hamısı məhv olacaq. Bax, mənim şikayətim bununla bağlıdır ki, ölçü götürürsün.